Salam müəllimələr. Bu gün sizlərlə 5-ci sinifdə olan 7 mövzunun izahına baxacağıq. İlk mövzumuz dekorativ tətbiqi, sənət və zamandır. Hansı ki bildiyimiz kimi dekorativ tətbiqi sənət çox qədim zamanlardan yaranıb, hansı ki insanlar qədimdə daşdan, gildən, ağacdan əşyalar hazırlayır, onun üzərinə naxışlarla bəzəməklə dekorativ tətbiqi sənətin əsasını qoymuşlar. Dekor sözü bəzəmək deməkdir. Dekor olunmuş isə bəzədilmiş mənasında işlədilir. Simvollara çevrilmiş təbiət. Biz burada günəşin simvolundan tanış oluruq, hansı ki çevrə daxilində çarpaz xəttlər, ətrafa yayılan şüaları və çiçək təsviri formasında verilmişdirsə, bu günəşin simvoludur. Suyun simvolu isə dalğavari, maili sınıq xəttlər formasında verilir. Burada bərəkətin simvolunu görürük, hansı ki, deməli, çevrəsiz rom və deməli, çarpaz xəttlərin hüdudsuz təsviridir. Çevrə daxilində rom, xırda dairəciklər və üfüqi xəttlər isə torpağın simvoludur. Burada isə həyat ağacından tanış oluruq, hansı ki, həyat ağacı həmişə yaşar, çiçəklənən, xoşbəxtlik arzulayan bir simvoldur. Üzərində iri güllər, deməli, yarpaqlar, həmçinin deməli, bitki təsvirləri öz əksini tapır. Biz burada quşları görürük. Bu aşağı hissədə isə torpağın simvolu olan üfüqi xəttləri və su simvolu olan dalğavari xəttləri görürük. Deməli, xalqın sevimli obrazları deyirsə, bu dəvə, keçi, atdır. Yox, əgər sizdən soruşulsa ki, qoruyucu və bərəkət rəmzləri isə quşdur, dəvədir, ceyrandır. İstiliyi və işığı bildirən isə quşlardır, hansı ki, qışın soyuğunu qovur, qanadlarında yazın istisini gətirədilər. Daha sonra aşağı hissədə deməli, rənglərin mənası verilib, onlara da baxarız, hansı ki, qırmızı və sarı rəng həyatı bildirərdi. Ağ rəng isə saflığı və paklığı bildirərdi. Burada sinə bəzəyi görürük, taxça pərdəsindən tanış oluruq. Mücrü, hansı ki, qədimdə zinət əşyalarını mücrüdə saxlayardılar. Polad qalxan üzərində günəşin simvolu var, hansı ki, ətrafa yayılan şüalar formasında verilib. Deməli, bu isə saxsı külçə basandır, hansı ki, saxsı külçə basan fətir üzərinə naxış salmaq üçün istifadə olunan qəlib idi. Üzərində isə çiçək təsviri var, hansı ki, bildiyimiz kimi çiçək təsviri də günəşin simvoludur. İşarə hansı ki, deməli, təsvir deyil, hər kəsə aydın olan, başa düşülən bir simvoldur. Burada isə Azərbaycan daxmasının daxili dünyasına nəzər salırıq. Daxmanın daxilinə, belə deyim, nəzər saldıqda ilk öncə qeyd edim ki, təbiətin ruhu duyulardı. Daxmanın daxili interyeri deyirsə, biz daxilə baxırıq. Yəni, interyer ümumiyyətlə daxili görünüşdür. Eksteryer hər tərəfli görünüşdür, fasad isə öndən görünüşdür. Deməli, daxmanın daxilində qədimdə hansı ki, mebellərin olmadığı dövrdə divar içərisində oyuqlar olardı ki, hansı ki, mebel əvəz edərdi. Burada çamaxatanı görürük. Çamaxatan rəfsiz olardı, hansı ki, içərisində yorğan döşək yığılardı və sandıq qoyulardı. Taxça və rəflər isə hansı ki, qab-qacaq düzülməsi üçün nəzərdə tutulubdur. Yəni, bu artıq rəflidir və qab-qacaq düzülür. Bu isə adlanırdı taxça və rəflər. Burada yunəyrəni görürük, sandıq görürük. Hansı ki, bildiyimiz kimi, daxmanın bütün, belə deyək, sirlərini özündə qoruyub saxlayan sandıq idi. Daxmada ən çox yer tutan isə toxuculuq dəzgahı olan hana idi. Burada isə tağlı pəncərəni və kerosin lampasını görürük qarşısında. Kündə taxtası və süfrə, beşik və çörək boğçası. Qeyd edim ki, çörək boğçası daxmanın daxili interyerində tavandan asılardı və bərəkətin rəmzi sayılardı. Daxmada, deməli, tavan altında bu dərilik yer var gördüyümüz kimi. Baxın, qab-qacaq düzülən. Bu isə ləmə adlanardı və pərdəbaşı ilə bəzədilərdi. Ev sahibi evə gələn qonaqları, deməli, daxmanın baş hissəsində hansı ki, xalça asılıb və ev sahibinin silahları var üzərində. Bu hissədə hansı ki, mütəkkələr döşənibdir, bu hissədə qəbul edərdi. Burada isə biz Azərbaycan ailəsi əsərini görürük, hansı ki, müəllifi Abbas Hüseynlidir. Xalq məişət əşyaları, forma və dekor. Burada isə deməli ilk öncə qeyd edim ki, kasa və güvəc verilib, hansı ki, üzərində təbiət obrazları ilə xarakterizə olunubdur. Kasa rəngli, simmetrikdir. Güvəc isə bir rəngli həndəsidir. Güvəc darboğazlı gil qabdır. Deməli, qabların üzərinə şir məhlulu belə deyək də istifadə olunursa, bu qoruyucu bir məhluldur və şəffaflıq verərdi qablara. Burada isə biz deməli məcməyinin dekor naxışını görürük. Bardağın dekor naxışı, sərinc və sərincin dekor naxışı, şərbət qaşığı və şərbət qaşığının dekor naxışı. İlk öncə qeyd edim ki,
Bu dekor naxışlara da diqqətlə baxın. Bəzən belə deyim, məişət əşyasının özünü yox, onun dekor naxışını verib hansı məişət əşyası olduğu soruşulur, hansı məişət əşyasının dekoru olduğu soruşulur. Ona görə də dekorları da yadda saxlayın. Burada isə biz şamdanı görürük, hansı ki gildən hazırlanıb. Hər 3 qab, baxın, şamdan, su qabı və dolca. Hər üçü gildən hazırlanmış qablardır. Burada isə bürüncdən hazırlanan dolçanı görürük. Bürünc dolçanın üzərində quş təsviri var, özü isə quşun obrazındadır. Və üzərində olan tovuz quşu qabda olan bərəkətin sayı keşişsidir. Burada isə sini sərpuşu görürük, hansı ki bildiyimiz kimi sərpuş döyükçü dəbilqəsinə bənzəyir. Üzərindəki belə deyək də naxışlar əmin-amanlıq və bərəkətin simvoludur. Hansı ki ailədə əlamətlər günü olarkən bu qabda belə deyim qonaqların qarşısına plov gətirərdilər. Burada isə küzəni və səhəngi görürük. Burada isə xalça naxışlarından tanış oluruq. Hansı ki bildiyimiz kimi, deməli xalçalar üzərində naxışlar şərti ifadə üslubu formasına verir. Yəni stilizə olunmuş formada. Birinci dərəcəli elementlər qabardılır, ikinci dərəcəli elementlər isə itirilir. Bu nə deməkdir? Məsələn, biz bilirik ki, dəvənin birinci dərəcəli elementi onun belindəki qabarıqlıqdır. Görürsünüz, birinci dərəcəli elementi qabardıblar, digər elementləri isə itiriblər. Yəni, buradakı bütün naxışları göz yaddaşınızdan yadınızda saxlayırsınız. Çünki imtahanda belə deyim, bu naxışlardan sizə sual düşə bilər. Daha sonra, burada bir neçəsini sizə göstərim. Bax, məsələn üçün, burada biz div və əjdahanı görürük. Hansı ki, div və əjdaha əfsanəvi məxluqlardır. Bitkini görürük. Kilim gülü, buta, damğa, çəngəl, dilikli, ulduz. Burada isə şanapipik quşudur, tovuz quşudur, ördək, fərə, xoruz, hind toyuğu, it və ceyran. Yəni, əslində təbiətdə belə deyək də, belə obrazlar yoxdur. Sadəcə bunlar şərti olaraq yaraşıq məqsədindən dəyişdirilmiş formalarıdır təsvirlərin. Daha sonra burada haşiyə ilə tanış oluruq. Bildiyimiz kimi haşiyə kənar xətlərdir. Naxış təkdir, ornament naxışların ardıcıl düzülüşüdür. Motiv isə ornamental sujet elementidir. Bu formada yadda saxlayırsınız. Azərbaycan tikmələrində kompozisiya çox müvacib mövzulardan biridir. Hər il imtahana bu mövzudan sual düşür. Burada biz deməli 4 dənə tikmə növümüzlə tanış olacağıq. Hansı ki güləbətin, təkəlduz, muncuq tikmə və pilək tikmə. İlk öncə qeyd edim ki, deməli güləbətində araqçın verilib. Hansı ki açıq kompozisiyadır. Açıq kompozisiya nədir? Yəni, haşiyə yaradaraq naxışlar təkrarlanırsa bu formada gördüyümüz kimi, bu açıq kompozisiyadır. Yox, əgər müəyyən bir forma ilə hüdudlanırsa, bu qapalı kompozisiyadır. Güləbətin tikmə növündə əsasən deməli bir rəngli və qabarıq sülyetə malik olmasına yadda saxlayırsınız. Bu nə deməkdir? Yəni, naxışları bir rənglə işləyirlər və bu naxışlar əsasən qızılı və gümüşü rəngli saplarla işlənirdi. Deməli, hər hansı bir belə deyək, parça üzərində bir rəngli işlənir və qabarıq sülyeti, yəni qabarıqlıq olurdu bu tikmə növündə olan naxışlarda. Tikmədə, hansı ki, güləbətin tikmə növündə işlənən parçalar isə bənövşəyi, yaşıl və tünd qırmızı rəngli parçalar üzərində işlənərdi bu saplarla. Güləbətin sözünün mənası isə gül sifətlərini simat kimi səslənilir. Üzərində isə kompozisiyanı tamamlayan dalğavari çarpaz sınıq xətlər formasında verilirdi. Burada biz görürük ki, güləbətin hansı ki növündə verilən araqçın üzərində deməli çiçək təsviri var. Hansı ki bildiyimiz kimi çiçək günəşin simvoludur və ətrafa yayılan şüalar. Yəni hər biri günəşin simvollarıdır. Daha sonra gəldik tək əlduza. Tək əlduz, hansı ki tək əl düzmək sözlərinin birləşməsində yaranır. Mahir şəkil sənətkarlarına aid bir tikmə növüdür. Bu tikmənin əsas xüsusiyyəti isə deməli kontrastlığına və relyef konturlarına görə digərlərindən fərqlənir. Deməli simmetrik kompozisiya üzərində isə bir-birinə sarmaşan bitki və quş təsvirləri var. Bu nə deməkdir? Yəni simmetrik bir belə deyək tikmə növüdür. Qapalı kompozisiyaya aiddir bu balış üzü, hansı ki tək əlduza verilibdir. Yəni simmetrik dedikdə bilirik ki, belə deyim, qatladıqda naxışlar üst-üstə düşür. Hansı ki biz bunu belə deyək, hansı bir küncündənmi, yuxarıdan aşağımı qatlasaq, yəni simmetrik bir təsvir alınır. Və deməli bu tikmə növündə isə rəngli ipək saplarla işlənir. Gördüyümüz kimi biz balış üzündə də hansı ki rəngli ipək sapları görə bilirik və qara rəngli
Gördüyümüz kimi balış üzündə də qara rəngindən istifadə edilibdir. Qara rəng, deməli, göy və tünd qırmızı rənglərdən istifadə olunur parçalar. Rəngli ipək saplarla işlənir üzərində. Təkəldüz haqqında da bu qədər. Gəldik muncuq tikməyə. Muncuq tikməyə haqqında isə ilk öncə yadda saxlayırsınız ki, muncuq tikmədə deməli bütün süjetləri canlandırmaq olur. Və deməli burada hansı ki rəngli ipək saplardan, qaytanlardan, həmçinin deməli buruqlu saplardan, əlavə olaraq materiallar olaraq deməli mirvarilərdən, piləkdən, toz muncuqdan istifadə edilməklə belə deyək, tikilərdir muncuq tikmə. Və üzərində muncuqlar sapa düzülər, elə bil ki, hansı ki, belə deyək, parça üzərində sayrışan ulduzlara bənzəyərdi. Əgər sizdən soruşsa ki, sarmaşan bitki və quş təsvirləri, bildik ki, bu deməli təkəldüzdür. Sayrışan, deməli ulduzlara bənzəyən isə muncuq tikməyə aiddir. Və burada deməli muncuq tikmədə tənbəki kisəsi verilib, hansı ki, tənbəki kisəsi həm açıq, həm də qapalı kompozisiyaya aiddir. Bu isə pilək tikmədə, deməli hansı ki, balış üzüdür. Bildiyimiz kimi, deməli pilək tikmədə metal lövhəciklər bunlar, baxın görürsüz, hansı ki, sapa düzələrək parça üzərindəki naxışın formasını təkrarlayaraq gördüyünüz kimi həmən təsvirləri alardı. Pilək tikmədə deməli istifadə olunan motivlər isə nəbati motivlərdir, quş və heyvan təsvirləridir. Həmçinin deməli əjdahanın təsviri, hansı ki, bildiyimiz kimi əfsanəvi obraz olan əjdahanın təsviri pilək tikməyə aiddir. Pilək tikmədə deməli balış üzü verilib, hansı ki, həm açıq, həm də qapalı kompozisiyaya aiddir. Burada isə tarix və etnografiya muzeylərindən tanış oluruq, hansı ki, deməli tarix muzeyi bildiyimiz kimi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi və yaşadığı evdə belə deyək də yerləşdirilibdir, hansı ki, muzey ilk tamaşaçılarını 1921-ci ildə qəbul edibdir. Burada arxeologiya fondunu görürük, hansı ki, arxeologiya fondu bildiyimiz kimi qədimdə hansı ki, ibtidai insanların yaranmasını, onların belə deyək də formalaşmasının tarixini öyrənir. Və burada 80 mindən artıq eksponat saxlanılır. Hansı ki, deməli orada deməli daş dövrünə, mis dövrünə, tunç dövrünə, dəmir dövrünə aid eksponatlar qorunur, saxlanılır və öyrənilir. Burada arxeologiya fondunda saxlanan qabları görürük. Hansı ki, bu qabların əsas xüsusiyyəti deməli ya qabın özü heyvan formasında olardı, ya qulpu heyvan formasına verilərdi, ya da üzərində heyvan təsvirləri əks olunardı. Bu məlumatları bu hissədə oxuya bilərsiniz. Etnografiya fondu, hansı ki, belə deyək, xalqın maddi mədəniyyətindən məlumat almaq istəyəriksə də, adət-ənənələrini öyrənmək istəyirsə, biz etnografiya fonduna müraciət etməliyik. Deməli, Azərbaycan xalqının belə deyək də haqqında məlumatlar, tariximiz, adət-ənənələrimiz, hansı ki, öyrənilir etnografiya fondunda. Burada da 9000-dən artıq eksponat saxlanılır. Burada hansı ki, biz qeyd edə bilərik ki, deməli bizim məişət əşyalarımızdır, ondan başqa əmək alətlərimizdir. Biz burada etnografiya fondunda onlarla tanış ola bilərik. Burada məsələn görürsünüz, bayaq baxdıq, məcməyi, şərbət qaşığı, küzə, daha sonra milli geyimlərimiz, tikmələrimiz, xalçalarımız etnografiya fondunda saxlanılır. Burada isə biz arxeologiya sözünün mənasına və etnografiya həmçinin sözünün mənasına tanış oluruq. Hansı ki, arxeologiya sözünün mənası arxikos, qədim, logos isə söz deməkdir. Yəni, qədim maddi mədəniyyət nümunələrini öyrənən elmdir. Etnografiya isə etnos, xalq, qrafis isə təsvir edirəm deməkdir. Yəni, başlıca etnografiya fondunun vəzifəsi xalqın belə deyək də adət-ənənəsini, tarixini öyrənmək, tədqiq etmək və zənginləşdirməkdən ibarətdir. Antik sözü isə deməli latın sözü olub antikus, yəni qədim deməkdir. Burada isə biz deməli Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək üçün qeyd edilir ki, deməli onun ev muzeyində 9 otağı, hansı ki, onun xatirə muzeyi kimi formalaşdırıblar və yaradıblar. Burada isə Qala Tarix Etnografiya qoruğundan tanış oluruq, hansı ki, deməli Qala qoruğu Abşeron yarımadasında yerləşir və əsas məqsəd Abşeron yarımadasının arxeoloji və memarlıq abidələrinin toplayıb və bərpa olunmasına xidmət edir. Burada deməli qeyd edə bilərik ki, 1988-ci ildə qoruq adını alıbdır, 2008-ci ildə isə deməli arxeoloji etnografiya muzey kompleksi yaradılıbdır açıq səma altında.
Qala sözünün mənası məğlub edilməz yer mənasında işlədilir. Xalq təsəvvürlərində isə kəndin adı qəllə sözündəndir. Yəni taxıl bərəkət mənasında işlədilir. Daha sonra qeyd edim ki, Qala kəndində evlərin daxili interyeri 2-3 otaqdan ibarətdir. İçəridə deməli bir otaq hansı ki yataq otağı, qonaq otağı və mətbəxdən ibarətdir belə deyək. Burada deməli mətbəxdə deməli su axan var, hansı ki ocaq və təndir var. Ocaq və təndir isə gildən hazırlanıb. Ocaq və təndirin tüstüsü çıxmaq üçün dubla adlanan bacadan istifadə olunurdu. Ailə üzvləri deməli isinmək üçün kürkçü yorğandan istifadə edirdilər. Hansı ki belə deyək, yemək bişdikdən sonra ocaqdan yığılan kömür manqala tökülürdü və onlar belə deyək də manqalın ətrafına yığışaraq yorğanın altında qızınırdılar və burada kürkçü yorğandan istifadə olunurdu. Burada isə biz Qala kəndinin deməli interyerində çamaq atanı görürük, hansı ki bayaq qeyd etdik. Daxmanın daxili interyerində yorğan döşək yığılmaq və sandıq saxlamaq üçün divar içərisində olan oyuqdur və bunun real görüntüsü verilibdir. Həmçinin ləmə, hansı ki tavan altında divar boyu olan deməli yerdir ki, burada da qab-qacaqlar saxlanardı. Burada isə qeyd edə bilərəm ki, Qala kəndində xalq sənətinin deməli duluzçuluq və dəmirçilik növləri inkişaf etmişdi. Dəmirçilik emalatxanaları isə nalbənd adlanardı. Burada atların ayağına vurmaq üçün nallar hazırlanardı. Deməli, tarix muzeyi və etnoqrafiya qoruğu haqqında da bu qədər. İnşallah gələn dərsdə geyimlərimizə baxacağıq. Gələn dərsin izahını tezliklə verməyə çalışacağım.